Yəni mənə görə bu oyun Argentina milli komandasının Dünya Kubokunda, bu Dünya Kubokunda göstərdiyi ən möhtəşəm oyunu idi. İkinci su fasiləsindən sonra ümumiyyətlə Argentina oturdu ingilislərin qapısına. Ümumiyyətlə mən anlaya bilmirəm ki, Tuchel necə top klass bir məşqçi kimi hələ də sayılır, mən onu anlaya bilmirəm. Yəni mən açıq deyəcəm, o Chelsea ilə Çempionlar Liqasını qazandı və onun çörəyin yer hələ də. Bayern azarkeşləri məncə yaxşı başa düşər mən nə demək istəyirəm. 2024-cü ildə Real'la oyunda Bayern'i böyrü üstə qoydu o Tuchel. Çünki Bayern hesabı açmışdı və Bayern dominant futbol oynayırdı. Bayern azarkeşləri yaxşı xatırlayır. Və bu oyunda da eyni şey etdi Tuchel. Adam müdafiə futbol oynayır. Anlayıram. Argentina əlbəttə ki, hücuma atılacaq. Argentina qol vurmalıdır. Biz bunu anlayırıq ki, Argentinanın hücumu daha potensiallı olmalıdır. Daha belə sürətli olmalıdır ki, adamlar hesabı bərabərləşdirsinlər. Amma sən tam olaraq müdafiəyə oturub əks hücum futbolu oynayırsansa, hansı ağılla öz wingerləri oyundan çıxardırsan? Konsa ilə çıxarsan əks hücuma, yorulmuş Bellinghamla çıxarsan əks hücuma, Kane-lə çıxarsan əks hücuma. Yəni bunu anlamaq üçün top klass məşqçi olmağa da ehtiyac yoxdur. Yəni normal, adekvat, soyuq başla düşünə bilən insan bunu anlayır. Bu oyunun taleyin birinci növbədə Tuchel, ikinci növbədə Lionel Messi dəyişdi.